Azad olunan ərazilərə böyük qayıdış davam eləyir. Bugün Ağdam və Ağdərə rayonlarına növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 4 nəfərdən ibarət bir ailə Ağdamın Sarıcalı kəndinə, 146 nəfərdən ibarət 40 ailə isə Ağdərənin Həsənrız kəndinə köçürülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 43 mindən çox insan yaşayır. Sevinirik, bugünkü gün vətənə qayıdırıq. Allah Taala şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Allah ölkəmizi qorusun, prezidentimizi qorusun. Bugünkü günləri bizə yaşadan olardı. 33 ildə çox əziyyətlər çəkmişik. İndi çox xoşbəxtəm. Ailəlikcə bir yerdir. Allah hamınızın canını sağ eləsin. Qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət. Prezidentimizin də canı sağ olsun. Allah ona yaman gün göstərməsin. Həmişə başımızın üstə belə baxıcı olsun. Atamın, anamın yurdu, mən də oralıyam. Gedib orada qəşəng yaşayacağıq inşallah. Prezidentimizin, dövlətimizin sayəsində. Allah can sağlığı versin hamısına. Daima da bayrağımız yüksəklərdə dalğalansın. Biz ailəvi yoldaşım, qardaşlar hamısı inşallah Ağdərəyə sağ-salamat təzə evimizə qovuşarıq. Neçə ildir ev həsrəti ilə gözləmişik, çox şükür. Prezidentimizin canı sağ olsun, dövlətimiz var olsun.